Hörmətli izləyicilər, videonu izləyib şərh yazmağı və kanalımıza abunə olmağı unutmayın. Əvvəlcədən təşəkkürümüzü bildiririk. Bildiğiniz kimi bu günləri deməli 23 oktyabr bizim şəhidimiz Baxşəliyev Rəşid Əliyağoğlu'nun doğum günüdür. Şəhidimizin atası da dünyasını dəyişib, Allah qəni rəhmət eləsin. Şəhidimiz də bildiyiniz kimi 2016-cı ildə döyüşlərdə qəhrəmancasına şəhid olub. Bu şəhərdə, bu şəhərcikdə, yəni Abşeron rayon, Abşeron Gənclər şəhərciyində boya başa çatıb. Özü əslən Zəngilanlı olsa da, yəni bir köçkün ailəsi kimi bu şəhərcikdə boya başa çatıb, şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Allah prezidentimizi qorusun, ölkəmizi qorusun. Bu ağır günlərdə sərhədlərimizi qoruyan bütün hərbiçilərimizi Allah qorusun. Sizlərin də hamısına can sağlığı ki, bu anım günündə, bu doğum günündə onun bir cənnətdə doğum günü təbrik edirik. Siz də sağ olun, gəlibsiz bu şəhidimizin doğum gününə. Allah sizlərə də can sağlığı versin. Buyur Qasay müəllim, siz də bu bulağın tikilişində böyük əməyi olan bir insan kimi sözlü deyil. Bugünləri Baxşəliyev Rəşidin həm ad günüdür, həm də ki 2020-ci ildə hansı ki torpaqlar işğaldan azad olundu. 5 illikdir, yubileydir. Şəhidlərimiz o vaxt hamısına qəni rəhmət eləsin, çox olub. 3000-ə qədər 2020-də şəhid verdi. Ancaq 2016 aprel döyüşlərində 93 şəhid verdi. Hamısına qəni rəhmət eləsin. Bugün əsas odur ki, alın ləkəmiz təmizləndi. Bugün bütün dünyanın hər yerinə getsək, həmişə fəxr ki, biz Azərbaycanlıyıq. O birliyimiz, o yumruq var da, yumruq bizi birləşdirdi, torpaqlarımızı azad elədi. Şəhidlərimizə qəni rəhmət eləsin. Prezidentimizə təşəkkür edirik ki, Ali Baş Komandan kimi qabağa durdu. Bütün torpaqların azad olunmasında, bugünə qədər nəinki azad olunmasında, tarixdə elə bir şey olmadı ki, Azərbaycan torpağa birləşdi. Bütöv bir Azərbaycan oldu. Şəhidlərin sayəsində. Sağ olsunlar, Allah qəni rəhmət eləsin. Allah rəhmət eləsin. Ağsaqqallardan kimin sözü var, buyurub deyə bilər. Buyurun. Ağsaqqal. Buyurun, siz də söz. Allah Teala şəhidlərimizə rəhmət eləsin. Bir də belə acı talihlər gəlməsin cavanlarımızın başına. Amin. Allah rəhmət. Ahmədim bəy, siz də bəlkə şəhidlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yerləri cənnət olsun. Məndən öncə Xasay müəllim dedi, bu ləkəni bizim üstümüzdən götürdü. Allah prezidentimizə can sağlığı versin, ailəsinə can sağlığı versin. Həmişə dövlətimizin bayrağı da belə yükseklərdə olsun, Türkiyə ilə bir yerdə. Amin. Yəni, Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Ağsaqqallar, müəllim, siz də bəlkə bir kəlmə. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bir də müharibə olmasın. Qarabağda Qarabağ bülbüllərinin səsi gəlsin. Amin. Kimin ürək sözü varsa bu şəhidlər haqqında çox şey demək. Çox şey demək. Allah rəhmət eləsin. Bizim ürəyimizdən, dilimizdən gələn anlara Allah rəhmət eləsin. Qəni rəhmət eləsin. Allah rəhmət eləsin bu şəhidlərə. Sağ ol. Bizi şəhidlər. Buyurun. Yenə bu aylar bildiyiniz kimi o vaxt 2020-ci ildə Azərbaycan xalqının ən ağır günləri idi. Yəni çoxlu itkilər verdik. Cənab Prezidentimizin arxasında biz vətəndaşlar dəmir yumruq kimi birləşib biz torpağımızı bu şəhidlərin qanı bahasına, canı bahasına azad etdik. Cənab Prezidentimiz başda olmağına. Mən də bir milli qəhrəman Mübariz İbrahimovun adın yaşadan Mübarizlər Cəmiyyətinin təsisçisi kimi bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların yaxınlarına səbir diləyirəm, bütün Azərbaycan xalqına səbir diləyirəm.
Allah qazilərimizə də can sağlığı versin. Allah bu müharibə odun bir də göstərməsin bizə. Yəni biz bu günləri gördük. O vaxt yadımızdadır. 1941-45-ci illərdə yaşlı insanlar deyərdi həmişə, siz müharibə görməyibsiz, belə olub filan. Ancaq biz onu gördük. Doğrudan da ağır bir faciədir, ağır bir hadisədir bu müharibə. Allah bir də bizə göstərməsin. Bir də Azərbaycan xalqına bu müharibəni göstərməsin. Yenə Allah dövlətimizi qorusun. Biz həmişə bu dövlətimizin, torpaqlarımızın azadlığı uğrunda hazırıq. Biz bu torpaqlarımızı qorumağa qadirik. Bir Azərbaycan vətəndaşları olaraq gördünüz 2020-ci ildə. Siz hamınız şahidi oldunuz bunun. Necə cavanlarımız könüllü olaraq gedib o ləkəni bizim üzərimizdən götürdülər. Nə deyim? Allah bütün şəhidlərimizi rəhmət eləsin, qazilərimizə can sağlığı versin, Allah ölkəmizi qorusun, Allah dövlətimizi qorusun, Allah hərbiçilərimizi qorusun, Allah prezidentimizi qorusun. Necə deyim, vətənpərvər insanları Allah təala qorusun. Allah yenə şəhidlərimizi rəhmət eləsin. Hamımıza da can sağlığı arzu eləyirəm. Sağ olun ki, məsələn, şəhidimizin bu doğum günündə gəlib burada iştirak edirsiniz. Minnətdaram. Bütün şəhid valideynləri qarşısında baş əyirəm. Onların əllərindən öpürəm. Sağ olun, hər birinizə minnətdaram. Göstərdiyi təşkilati dəstəyə görə Milli Qəhrəman Mübariz İbrahimovun adını yaşadan Mübarizlər Cəmiyyətinin təsisçisi Əbülfət Şahmarova, təsisçinin müavini Sədrəddin Əliyevə təşəkkürümüzü bildiririk. Montaj Rəşad Xaliqov, səsləndirdi Anar Əhmədov.